Salam hörmətli izləyicilərimiz. Əkin sahəsi geniş olan bir evlə qarşınızdayıq hörmətli izləyicilərim. İndi yaz fəsli gəlir, bilirsiniz, ağac əkməyində vaxtıdır. Məsələn, mart ayı üçün baxın. Çox gözəl bir dənə əkin sahəsi, böyük olan bir dənə sizə həyət ev tapmışam. Başda bir 3 sota yaxın da bir həyəti var, böyük həyəti var hörmətli izləyicilərim. Əkin sahəsini görürsünüz. Hələ Pibus, hörmətli izləyicilərimiz, burada da əkin sahəsi var. Çox gözəl, çox səliqəli. Buradan da həyəti göstərim. Həyəti gözəl də işlənib. Termoaqlay, bütün həyətin işıqlandırılması, demək olar 6 dənə həyətə işıqlanma qoyulub. Çox gözəl, çox səliqəlidir. Yəni istəsəz, burada da böyük bir dənə əkin sahəsi var, hörmətli izləyicilərim. Çox səliqəli, çox səhmanlı. Özdə qiymət ucuz bir qiymət. Neçəyə? 75.000 manata. Allah alanın da satanı da xeyrin versin. Padvalı da var, hələ kürsülü deyil. Görürsünüz hörmətli izləyicilərim. Geniş bir dənə həyəti var. Evimizin bax yanına da keçmək olur. Rahat istaşka da verilib bura. İstaşkası da verilib hörmətli izləyicilərim. Buradan keçirik. Evimizin arxa hissəsində böyük bir dənə geniş sahəsi var. Burada qladovka, nə bilim, pal-paltar əlavə nəysə yığmaq üçün bir təmirli otaq düzəldə bilərsiniz burada. Hörmətli izləyicilərim, 75.000 manata çox səliqəli, səhmanlı evdir. Hələ evin içinə keçməmişik. Mənim həyət çox xoşuma gəldi. 75.000 manata kubçalıdır ha. Evin də kubçası var, torpağın da kubçası var. Həyətdəki çox gözəl, padvaldakı baxımda. Padvalda gözəl bir dənə baba burada padvalı var, istəşkədə olunub. Çox səliqəli, çox təmiz, sakit yerdə yerləşir. O din yazda diqqətimi çəkdi mənim qardaş ev sahibi namaz qılandı. Yəni çox gözəl də bir ev tikib, kürsüsü də ki söz ola bilməz kürsüsü, hörmətli izləyicilərim. Hörmətli izləyicilər, bax, burada bir dənə balkonu da var evimizin. Çox gözəl bir balkonu da var. Kombinin xəttləri çəkilib hazır vəziyyətdədir. Evimizin bax, buradan balkondan baxanda həyəti çox səliqəli, çox səhmanlı görsənir. Qiymət də şəbəkə pəncərələr zat hamısı qaydasındadır. Allah alanın da satanı da xeyrin versin. Keçək evimizlə tanış olmağa. İşıqları yandırdıq. Həmişə burada işıq yansın, hörmətli izləyicilərimiz kim alacaqsa, istipoldur. Mətbəx istipoldur. Qəşəng hər bir şey, qazın xətti çəkilib. Su, kanalizasiya, hamısı çəkilib. Hazır vəziyyətdədir. Bir də şəbəkə pəncərələr mənim çox xoşuma gəldi. Həm pəncərə korridordur, həm də fərqli şəbəkə ediblər burada. Koridor sistemimizi görürsünüz. Təmir super vəziyyətdə. Qiymət 75.000 manata. Hörmətli izləyicilərim, Ramazan aylarının münasibəti ilə bu evi alan bizdən komissiyada alınmayacaq. Bax, videonu saxlayın yadda. Yəni komissiyada alınmayacaq hörmətli izləyicilərim. Baxarlar, qəşəng zalı var. Zalı çox bəyəndim, açığı, çox bəyəndim zalı. Baxın, qəşəng işləmələri, işıqlanması, kanserin xəttinə qədər atılıb. O pəncərədən baxırsınız, həyət görünə gözəl görsənir, həyət birbaşa rahat görsənir burada. Zalın da görünüşünə razı söz ola bilməsə hörmətli izləyicilərim. Təmirdən tezə çıxıb 75.000 manata təklif olunur. Belə bir gözəl evimiz. Kubçalı, paket kubçalı, hörmətli izləyicilərim. Burada da bir dənə sanuzeli var, baxa bilərik. Burada istipoldur, mətbəx də istipoldur. Bir dənə burada böyük yataq otağı var. Evin öz kvadratı da genişdir, hörmətli izləyicilərim. Yataq otaqları buzlu şüşədir, çox gözəl, təqdirə layiqdir. Evimiz qoşa kubiklə tikilib, təmirdən tezə çıxıb 75.000 manata. Paket kubçalı da 75.000 manata təklif olunur. Belə həyət evləri ümumiyyətlə tez satılır, hörmətli izləyicilərim. Fürsət, qismət həmişə insanın öz əlində olur. Bir dənə də yataq otağı buradadır. Evimiz çox geniş evdir, yəni 90 kvadrata yaxındır. Kim alsa bunu 4 otağa da rahatlıqla çevirə bilər. Qiyməti münasib.
nasibdir. Hörmətli izləyicilərim, çox gözəl, çox səliqəli, çox təmiz evdir, hörmətli izləyicilər. Allah alanın da, satanın da xeyrin versin. İnşallah buyurun bu gözəl evə baxmaq üçün zəng edin.